Qulağında qaşınma, ağrı, tik, probka varsa diqqətlə qulaq as. Çünki sənə 2 aptek məhsulu ilə bu sadaladığın problemlərə necə son qoyarsan, onun yolunu izah eləyəcəm. Amma əvvəlcə zəhmət olmasa ekranda gördüyün ürəyi qızart və profilin üzərində olan üstəgələk, yəni pil uçları arasına toxun ki, video ehtiyacı olan insanların qarşısına çıxsın. Deməli, yaxınlaşırsan aptekə, borap damla alırsan, bir də klotirmazol maz alırsan. Gündə 2 dəfə səhər axşam borap damlanı 2 damcıdan qulağa damızdırırsan. Tərkibindəki bornoya kislata və periksin köməyi ilə ilk öncə qulağın daxilində olan göbələyi təmizləyir, qaşınmaya son qoyur, ağrını kəsir, iltihabi təsir göstərərək çirki və probkanı təmizləyir. Klotirmazol mazı isə axşam yatmamışdan öncə qulaq çöpü vasitəsindən qulaq divarlarına nazik təbəqədə çəkirsən. Bu da qulağın xaricində olan göbələk eləyənə təsir göstərəcək və təmizləyəcək. Amma qulağında qaşınma yoxdursa, təkcə ağrı, iltihab və probka varsa, borap damlını klotirmazolsuz tək istifadə edə bilərsən. İstər uşaqlar, istər böyüklər rahatlıqla istifadə edə bilər. Hər iki məhsul da ölkənin apteklərində satışda mövcuddur. Bu cür faydalı videoların davamı üçün məni takip etməyi və ən əsası kanalıma abunə olmağı unutmayın ki, hər zaman videolarımdan faydalana biləsiniz.